Salam əziz xanımlar, kanalıma xoş gəldiniz. Bu günləri sizlərlə Alize Pufi ipi ilə 4-5 yaş arası uşaqlar üçün Pufi jaketin toxunma qaydasını bölüşəcəm. Deməli ipim Alize Pufi. Bu şəkildə kodu burada göstərim sizə. İstəyərsinizsə əgər mənim istifadə etdiyim rəngdən ala bilərsiniz. Və bu arada qızlar, mən onlayn toxuculuq dərsləri də keçirəm. Maraqlanan xanımlar burada deməli qeyd etdiyim səhifələrə yazıb əlaqə saxlaya bilərsiniz onlayn dərslərim haqqında məlumat üçün. Videoya keçməzdən öncə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Gəlin başlayaq. İpimi açdım. Deməli tam bədən edəcək necə? Yəni aşağı hissədən beldən ön hissəyə doğru qatlanacaq şəkildə olacaq. Ona görə 42 ilmə götürdüm. Bu arada bunu qeyd edim ki, əgər sizin bu başdakı ipiniz belə qısadırsa, baxın bu şəkildədirsə, balacadırsa belə, bu ilmənin birinin orta hissəsindəki ipi kəsirsiniz və bu açılır. Biraz uzun ip saxlamaq lazımdır. Və 42 ədəd mən artıq ilmələrimi saydım. Bu şəkildə bu 42-ci ilməyimdir qızlar. İndi isə bunu qarşıma alıram. Bu şəkildə səliqəli bir şəkildə qoyuram qarşıma. Toxuyan qədər ilmələri bu şəkildə düzgün bir formaya salaraq toxuyacaq ki, ilmələrimiz düz olsun. Və qalan ipimizi də, uzun qalan ipimizi də qarşımıza alırıq. Başlayırıq toxumağa. 42-ci ilməni götürürəm. İşarə ilməyimdən sonra ipimdən, uzun ipimdən gələn ilməni götürürəm. Bu ilməmin içindən düzgün bir şəkildə, baxın, bu ilməni bu ilmənin içərisindən düzgün bir şəkildə keçirdirəm. Sırada uzun ipimdən gələn ilməni götürürəm. 41-ci ilməmə, sayaraq gəldiyim 41-ci ilməmə bu şəkildə içərisindən keçirdirəm. İlməmi götürürəm və uzun ipimdən gələn ilməni götürüb 40-cı ilməmin içindən keçirdirəm. Bu arada qızlar, baxın, ilmələrinizi düzgün şəkildə istifadə edin. İlmələr bu şəkildə burulub qalsa, görüntüdə boşluqlar yaranacaq. Ona görə mütləq şəkildə ilmələrinizi düzəldin. Sıradakı ilməmi götürürəm. İpimdən gələn ilməni 39-cu ilməmdən keçirdirəm. Baxın qızlar, bu şəkildə sıra sonuna kimi gedirik. Növbə ilə ipimizdən gələn ilməni burada saydığımız ilmələrin içərisindən bircə keçirdirik. Gəlin bir neçəsini də birlikdə keçirdik. Onun üzərində də göstərəcəm bunu. Tam anlamayanlar üçün daha rahat olsun. Bu ipimizdən gələn ilmədir. Bu isə mənim 42 ədəd saydığım, burada qoyduğum ilmələrdir. İpimdən gələn ilməni götürürəm. 38-ci ilməmin içərisindən keçirdirəm. Səliqəyə diqqət edək, ilmələrimizi düzgün şəkildə götürmüş olaq. İpimdən gələn ilməni götürdüm. Bu ilmənin içərisindən çıxardım. Sıramız bitənə qədər bu şəkildə davam edirik. İlk sıramı bu şəkildə bitirdim. Gəlin bunu belə tam da göstərim. Belə keçirik ikinci sıramıza. Deməli, necə var olduğu kimi qalır. Bu işi bu şəkildə o biri tərəfə döndərmirik. Necə var o şəkildə hələ qarşımızda qalır. Yine ipimizi o yöndən bu yönə atırıq. Artıq sol tərəfdən sağa doğru gedəcək. İşləm dəyişmir. Sonuncu ilməyimi götürürəm. İpimdən gələn ilməni, baxın, bu uzun ipimdən gələn ilməni götürürəm. Burada son toxuduğum ilmənin içərisindən keçirdirəm. Sırada gələn ilməyimi götürürəm. İpimdən gələn yeni ilməni ilməyimin içərisindən çıxardıram. Bir sonraki ipimdən gələn ilməni yenə toxuduğum ilmənin içərisindən keçirirəm. İşləm eynidir. Baxın bu şəkildə. Çalışın səliqəli bir şəkildə bu işləmi sona qədər yerinə yetirin. Sonda gözəl görüntü almaq istəyirsinizsə burulmuş ilmələrinizi, əgər ilmə bu şəkildə burulubsa onu düzəldərək istifadə edin. Keçirəm. Bir sonraki ilməyimi götürürəm. İpimdən gələn ilməni bu şəkildə sıra sonuna kimi davam edirik.
İkinci sıramızı da artık bitirmiş olduk. Bu formada hörüklərimi yaxından göstərim və 12 sıra boyunca bu şekilde toxuyuruq. Bu tərəfə gəldik, yenidən ipimizi bu şekilde alırıq. Bu yana doğru, deməli sağdan sola doğru düz bir istiqamətdə davam edirik. Eynən bu şekilde. Soldan sağa doğru toplam 12 sıra olana kimi 2 sıra toxumuşam, 10 sırada toxuyub geri dönəcəm. Deməli 9-cu sıraya çatmışam və ipim bitdi. Gəlin sizinlə birlikdə yeni ipi necə qoşuruqsa bunu öyrənək. Demək, ipim bitib bu hissədə. Gördüğünüz kimi burada artıq ipim qurtarıb. Buna biz yeni ip qoşmalıyıq. Bunun üçün təzə ipimizdən götürürük. Bunu, bu hissəni, gəlin bu ilməni söküm yenidən edəlim. Bu iki ipi bir-birinə düzgün bir şekilde, baxın bu şekilde düğünləyirəm. Elə etməliyəm ki aralarında məsafə qalmasın. Baxın bu şekilde yaxın bir formada olsun. Bunlar kimi, eynən digər ilməklər kimi. Bir düğünlə onları yaxınlaşdırıram. Bu şekilde. Bir düğün daha ataraq möhkəmlədirəm. Belə. İki ilmeğimi yaxın bir şekilde birbirine bağlamış oldum. Eynən digərləri qədər ara var aralarında. Baxın. Bu şekilde bağladım. Sonda bu ipləri deməli gizlədəcəyik. İndi isə 9-cu sıranı bitirək. Sonuncu bir və düğünlər içəridə qalacaq şəkildə. Bu. Sıram bitdi yenidən. Qızlar gəlin iç tərəfini də göstərim. Bu şəkildədir. İç tərəfi də. Bu da üst hissəsidir. 9-cu sıramız bitmiş oldu. İndi 10, 11, 12-ci sıraları da bitirib geri dönürəm. Mən 12 sıramı bitirdim. Gəlin birlikdə bu 12 sıranı sayaq, sayma işləmini göstərim. Baxın, bu hörüklərlə sayırsınız. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. 12 sıram bitdi. İndi isə nə edirik? Toplam bizdə 42 ədəd ilmək var idi və bunları ayırırıq. 10 ilmeği bu hissəyə, 10 ilmeği bu hissəyə, ön hissələrə, 22 ilmeği isə jaketimizin arxa hissəsinə düşəcək. Gəlin burada sayaq. İpdən gələn ilmələri heç nə saymırıq, qalır. Baxın, toxunuşumuzun üzərində olan ilməklərdən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənəni sayıram. 10 ilə 11'in arasına bu şekilde işarə keçirdim. Bu hissədə 10 ədədimiz qaldı. 2, 4, 6, 8, 10. Digər tərəfdən də eyni şəkildə 10 ədəd sayırıq. 2, 4, 6, 8, 10. Burada işarə ilməyimizi keçirdirik yenidən. İndi isə gəlin ön hissəni toxumağa başlayaq. Öncə burada bir işlem var. Bunları gəlin birlikdə edək. Qol hissədə qol kesimi. Baxın bu hissə qol kesimi olacaq. Belə qoyub göstərəcəm. Bu hissə qol altı hissə olacaq. Ona görə burada bu 10 dənə saydığımız var. İşarədən bu yanda 10 dənəmizi götürürük. Baxın, işarədən o yan o arxa hissəyə aiddir. Bunu bu ilməni götürürəm. Bu ilmənin içərisindən çıxardıram. Baxın. Bu qol kesimi oldu. Eynən arxa hissəsi də bu işlem keçərlidir. Yəni arxa hissə üçün də arxada da bir öncəki ilməni götürüb ondan öncəki ilmənin içindən keçirdirəm. Baxın, bu bizdə qol kesməsi oldu. Qalan kesmələri birlikdə edəcəyik yenidən. Bu hissədə bu qol kesimi hazırdır. Keçək digər tərəfdə də qol kesimini edək. İşarədən öndəki 2 dənə, baxın 10 dənəni, yəni 10 dənədən bunu götürüb bunun içərisindən çıxardıram. Bu onluğuma aiddir. Və arxa tərəfin 22 dənəsini ilk ikisini götürürəm qol altına düşənləri. Birini digərinin içindən çıxardıram. Baxın bu ortada ilmədən o yandakı ikisini və bu yandakı ikisini. Bu şəkildə. Deməli bizdə öndə qaldı 9 ilmeği bu yanda, 9 ilmeği bu yanda. Arxa hissədə isə iki tərəfdən yığdıq. Həm bu yandan, həm bu yandan qol kesimi etdik deyə 22 ilmeğimiz düşdü 20 ilmeğe. İndi isə gəlin ön yığmanı birlikdə edək, ön hissəni daha doğrusu. İlk sırada yığma etmirəm. Necə etmirəm? Yəni ilk sıra deyəndə işarə ilməyinə qədər toxuyub qayıdacaq. Baxın bu 10 dənəni. 2, 4, 6, 8, 9 dənəmiz qaldı. Bir yığma etdik deyə qol altında. Öndən yenidən eyni şəkildə gedirik. İlməyə qədər 9 ilməyimizi toxuyaq. Bura kimi necə toxumusunuzsa eyni şəkildə gedir qızlar.
Bu şekilde ipten gelen ilmeni götürürsünüz. Ondan önceki ilmenin içerisinden çıkartırsınız. Sekiz, bu da 9-cu ilmem. Gördüğünüz gibi bura elə bil bu tərəfə doğru yıxılıb. Çünki qol kesimidir. Burada artıq yığma etməyəcək qızlar. Burada kesmə işləmi olmayacaq bu işarə ilmeği qoyduğumuz tərəfdə. Qol kesimində bir dənə bu yana kesilir, bir dənə bu yana. Artıq kesmə yoxdur. Yalnız bizdə kesmələr burada olacaq. İndi bir sıra daha bu yana 9 ilmeği ilə qaydırıq yenidən. Necə getmişdik, o şəkildə də geri dönürük. İlmələrə diqqət edək, düzgün olsun. 2 3 4 5 ilmə atlamamağa diqqət edin. 6 7 8 və 9. 9 ilmeğimizi toxuduq. Bir bu yana gəldik 9 olaraq, bir də bu yana döndük. İndi isə burada artıq ön hissədə yığma olacaq. Necə olacaq? Ön hissədə bu şəkildə yığılmalıdır. Baxın, ön hissəmiz belə, bu formada yığmamız olmalıdır. Bu yanın ön tərəfində də, bu tərəfə doğru və bu yanında. Üçgən boyunluq, boyun hissə hazırlamaq üçün, daha doğrusu sinəni hazırlamaq üçün. Aha, nə edirik? İlk 2 ilmeğimizi götürürük. Bu birinci ilməni ikinci ilməyin üzərinə səliqəli bir şəkildə otuzdururuq. Baxın, bu şəkildə. İpimdən gələn ilməni götürüb bunların hər ikisinin içərisindən keçirdirəm. Bir yığmam. Qaldı 8 ilməm. 8 ilməni olduğu kimi toxuyuram. Hərəsini bir-bir olaraq. Toxuduq. Yenidən, baxın bu tərəfdə heç bir yığma etmirik. Yalnız öndə olacaq bizdə yığmalarımız. İndi isə geri dönürük yenidən bu tərəfə doğru. Sonda 2 ilməni burada yığacaq. Baxın. Bu 2 ilməni yığacaq. Bu 2 ilməni toxumuruq. Yenə ora qədər gedirik düz şəkildə. İlmələri düzgün istifadə edək. Bu aranı kesmədən göstərirəm ki, rahat bir şəkildə öyrənmiş olasınız. Baxın bu formada. Son 2 ilməni saxlayıram. 2 ilməni yığma edəcəm. Sonda 2 ilməm qaldı. Yenə də bu ilməni götürüb öndəki ilmənin üzərinə qoyuram və bir ilmə alıb ikisindən birlikdə çıxardıram. Yenidən geri dönürük. Yenə eyni şəkildə burada yığma edirəm. Bu ilməni götürüb bunun üzərinə qoyuram. İpimdən gələn ilməni hər ikisinin içərisindən keçirdirəm. Baxın, ön hissənin yığması artıq bəlirgin bir şəkildə bilinir. Sona kimi bu şəkildə gedirik. Qol altında yığma etmirik. Hər dəfə bunu deyirəm. Yəni qol altında yalnız ön hissədə olur. 2-2 yığılır. Bu şəkildə gəldik. Sonuncu ilməmizi də götürüb çıxdıq. Baxın. Diqqət edin ki, burada ilmə atlamayasınız. 1, 2, 3, 4, 5, 6 ilməm. Aha, yenə də önə doğru gedirik. Hərəsinə bir-bir. Bu şəkildə. Və sondakı 2 ilməni yenə də bu öndəki ilməni getirib ondan öncəki ilmənin üzərinə qoyuram. Bu şəkildə ipimdən gələn ilməyimi götürürəm. Burada ilmeği atlamışam qızlar. Bu aranı sökəcəm. Aha, o hissəni düzəltdim. Yenə sonda 2 dənə qalmışıq. Baxın, öndəkini o birinin üzərinə qoyuram və ipdən gələn ilməmi götürüb hər ikisinin içərisindən çıxardıram. Bu şəkildə ön hissəmin yığmaları oldu. Yenidən ilmeği çıxardaraq gedirik o tərəfə. 1 2 3 4 ilməni düz çıxardaq. Gördüyünüz kimi əyri olduğu üçün yenidən çıxardım və bu da 5.
Burada arada baxın, ilmeği atlam. Bayaqlar mən ilmeği atlamışdım deyə söktüm. 5 ilmə. Burada sonuncu kəsməni edəcəyik. Yenidən önə doğru gedək. 3 dənəni toxuyuruq 5 ilmədən. 1, 2, 3 ilməmi toxudum. Öndə qalan 2 ilməni yenə də üst-üstə qoyuruq. Bu şəkildə. Və ipimdən gələn ilməni götürüb içindən çıxardıram. Belə. Bu şəkildə 4 ilməyə düşdü və 4 ilməni artıq yığma etmədən 4 ilmə olaraq yenidən bir sıra toxuyaq. 2, 3. Yəni artıq bu sırada öndə yığma etmədim. 4 ilməyə düşürmüşəm. Bir tərəfin ön yığmasını etdim. Ön hissəmizin formasını verdim və buradan biraz ip saxlayıb bunu kesək. Baxın, burada ilmədən sonra gələn tam 4-cünü toxuduqdan sonra gələn ilmənin içine açırıq arasını. Belə bir ip oluşmalıdır burada və bunu da buradan kesirəm. Bu tərəf hələlik bu şəkildə qalacaq. Keçək digər tərəfi də toxuyuruq. Eyni ilə digər tərəfi də bu şəkildə qızlar davam etdirirsiniz. Burada bizim ipimiz hayanda qalmışdı. Aha, gəlin ilmələrimizi möhkəmlədək. Digər tərəfi ipi necə qoşursunuz? Yenə də ipimdən olan ilmənin birini açıram. Burada uzun bir ip saxlayıram. Yəni çox uzun yox, orta ölçüdə bir ip saxlayırıq ki, sonunda birləşdirmək, yəni möhkəmlətmək üçün. Yenə başdan başlayaq. Bu şəkildə baxın. Yığma etmədən 2 sıra ilməkləri keçirdirik. Bu formada yenə də düzgün bir şəkildə sırada gələn ilməyi bu davam edirik. Toplam burada 9 dənə ilməyimiz var idi. Bunu tam göstərən deyiləm. Özünüz artıq davam edərsiniz. Sadəcə olaraq burada ipi möhkəmlətməyi göstərmək istədim. Yəni necə qoşdum ipimi. Sonuncu 9-cu ilməyim. Deməli qızlar, o biri tərəfdə nə etmişdiksə, videonu arxaya yığaraq, eynən bu tərəfi də eyni şəkildə 9 ilməyə kimi gəldik. 9-cu ilməyimi də edim sonra. 9 ilməyə kimi gəldim və bir sırada bura qədər 9 ilməyə ilə qaydacağım və buradan artıq bu şəkildə döngədə bu formada hər sırada son ikisini bu formada üst-üstə qoyaraq yığacaq ki, bu şəkildə alsın. Bu tərəfində ön hissəsini bu tərəfə baxaraq toxuya bilərsiniz. Hər iki tərəfimin də ön kesməsini artıq bitirdim. Bunu buradan belə göstərəcəm sizə. Baxın, bu şəkildə hər iki tərəfində ön kesmələri hazırdır. Bu da sinə hissə. İndi isə keçirik arxa tərəfi toxumağa. Yenə bu şəkildə götürürük buranı. İpimizi götürək əlimizə. Burada sonda ipi kesməyi yadımdan çıxıb, gəlin birlikdə bu ipi də kesək. Baxın, sonuncunu elədim. Son ilməmi attım və ipimin arasını kesirəm. Buradan kesək ipi də. Bu şəkildə düz bir şəkildə, yəni bu bir üzü ters iç üzüdür. Düz şəkildə qarşınıza qoyursunuz. Yeni ipinizi alırsınız əlinizə. Yenə ilk ipin ilməsinin arasını açırıq ki, biraz uzun ip qalsın möhkəmlətmək üçün. Bu şəkildə. Və başlayırıq bunlar ilmələri keçirməyə. İpimi götürürəm. İpimdəki ilk ilməni götürürəm. İşarə ilməyimdən öncəki ilməkdən keçirdirəm. Bu şəkildə ipimizdən gələn ilmələri buradakı ilmələrimizə keçiririk. Toplam 10 sıra bu işlem davam edəcək. Çünki ön hissələrdə də yığmalarla birlikdə 10 sıra davam etdik. İynən arxa hissəni də 10 sıra olaraq sağdan sola, soldan sağa davam etdirəcəksiniz. Videonu çox uzatmaq istəmirəm. Gördüyünüz kimi rahat bir şeydir bu da qızlar. 10 sırada bu hissəni davam edib geri dönürəm. Raketimizin ön və arxa hissəsi artıq hazırdır və keçək bunların bu çiyin ilə kürək hissəni birləşdirməyə. Gəlin bunu tərs üzünə çevirək öncə. Bu şəkildə iç yüzünü göstərim sizə. Bu formada işimizi çeviririk. Tərs üzü üstdə qalır, düz üzü içəridə qalır. Çünki
Burada gizlətməli iplərimiz falan da var və tərs üzdən mütləq şəkildə bağlanmalıdır çiyinlər. Gəlin birlikdə bağlayaq çiyin hissəni. Bunun üçün nə edirik? Burada 4 ilməm var. Arxada da ilk başdakı 4 ilmə ilə bunları bir yerdə birləşdirirəm və burada qol kəsməsi qalır. Qol hissəmiz. Bunun üçün nə edirəm? Arxadakı kürək hissənin ilməyini götürürəm. Öndəki ilmənin içərisindən çıxardıram. Baxın bu ilməni bunun içindən, ön ilmənin içərisindən çıxardıram. Bir sonraki ilməni götürürəm. Digər ilmənin içindən çıxardıram. Bir sonrakini götürürəm. Və sonuncu ilməmdən də bu şəkildə. Bu tərəf bağlanmış oldu. Buranı hələlik bu şəkildə buraxıram və keçirəm digər tərəfi də eyni şəkildə birləşdirməyə. Buradan götürək. Yenə də arxadakı ilməni öndəki ilmənin içərisindən çıxardıram. Arxa tərəfin ilməsini önün içindən çıxardıram. Burada da 4 ilməyim var. Hər iki çiyində də 4 ilmə saxlayırıq. Bu şəkildə bunları bir-birinə bağlamış oluram. Və 4-cü ilməyimi də götürüb ön ilmənin içindən çıxardıram. İndi isə nə edirik? Baxaq hansı tərəf? Bu yanda qısa ipimiz olduğu üçün bu tərəfdən o yana doğru bağlama edəcəyik. Hansı tərəfdə qısa ip qalıbsa, o yönə doğru bağlama edirik. Baxın bu yanda yoxdur elə qısa ipim. Yalnız o tərəfdədir. Son bağlama üçün bu bizə lazım olacaq. Ona görə bu ilmələrin hamısını bir-birindən keçirəcəyik. Çiyindəki, bunu bu şəkildə fırladım. Daha aydın belə də göstərim sizə. Baxın. Bu formada. Bu öndəki ilməni, daha doğrusu arxadakı ilməni hər dəfə öndəki ilmənin içərisindən çıxardırıq. Bu şəkildə tam keçiririk. Yenə bir sonraki ilməni götürürəm, əlimdəki ilmənin içərisindən çıxardıram. Bu şəkildə bu hissəni bağlayaraq sona qədər gedirik, bu çiyinə qədər gəlirik. Bütün ilmələri bir-birinin içindən çıxararaq. Kanalıma abunə olmaq və videonu bəyənməyi unutmayın. Fikirlərinizi yazsaz sevinərəm. İnşallah yeni videolarda bölüşəcəm. Yorumlarda yeni videonun nə olmağını istəyirsiniz. Yəni yeni gələn videom nə haqqda olsun. Hər kəs öz fikrini yazsın. Çalışdıq qədər bir-bir yorumlara əsasən də videolar çəkəcəm. Bəzən böyüklər üçün iri ölçüdə jaketlər, jiletlər istəyirlər. Onları hələ ki çəkə bilmirəm. Çünki vaxt məhdudiyyəti var. Yəni çox video çəkə bilmirəm. Ancaq balacalar üçün çəkirəm. Ona uyğun olaraq böyüklər üçün artıq məsəl üçün bu pufi jaket 4-5 yaşadır. Siz buna baxaraq böyük ölçü, böyük ilməklər götürüb, yəni ilmək sayını çox götürüb edə bilərsiniz. Baxın sonda qalan ilməyimi də götürüb bu ilməyin içindən çıxardıram və burada qısa ipimi götürürəm. Sonuncu ilməmin içindən bu şəkildə çıxıram və bu son ilməmi buranı bu şəkildə göstərim. Bağlamış oluram. Bu qalan qısa ipi də milçə vasitəsilə gizlətmələr edəcəyik. Burada qısa iplərimiz qalıb. Çünki yeni ipə keçəndə hər dəfə ipləri bir-birinə bağlamışıq və belə qısa iplərimiz qalıb. Bunları sonda bir neçəsini gizlətmə ilə göstərəcəm sizə. İndi isə çeviririk düz üzə doğru. Artıq çiyinləri bu şəkildə birləşmiş oldu. Ön hissəsi bu formada. Keçirik qolların hazırlanmağına, sonra isə son olaraq sinə hissəni, manjetini edəcəyik. Qolları üçün ilmə çıxarma işləmi olacaq bizdə. Yeni ipimi götürürəm əlimə. İpimdə bu hissə çox pis olduğu üçün bu aranı kesirəm. Düyünlüdür bura. Və ipimdən gələn yeni ilməni kesib bir balaca ilmə saxlayıram burada. Möhkəmlətmək üçün sonda. Qol altından başlayaraq ilmə çıxaracağım. Bu ilməni artıq buradan açıram. Ayırma işləmi üçün istifadə etdiyimiz ilməkdir. Burada hər deməli
Hər istifadə etdiyimiz hörüqün, baxın bu son hörüklərin içəri doğru olan qanadından ilmək çıxardırıq. Bu şəkildə ipimi götürürəm, ilk ilməmi buradan çıxarıram və ilk ilməyə itirməmək üçün işarə ilməyi keçirdirəm. Bura bizim sıramızın sonu olacaq birləşdirdikdə. Sıradakı hörüğümün içə doğru, baxın burada hörüklərimiz görünür. Onların içə doğru olan qanadlarından bu formayla ilmeği kaydırıp çıxarırıq. Onlayn dərslərimə qoşulmaq istəyən xanımlar Instagram, TikTok səhifələrimə yazıb ətraflı məlumat ala bilərsiniz. Qolu tam olaraq bu şəkildə gələk işarə ilməyinə çatana kimi bu hissəni yumru olaraq hərəsindən bir ilmək çıxararaq gəlirik. İlməklərimi çıxararaq gəlib sıranın sonuna çatdım və burada bir dənə qoltuq altında bu hissədə yer var. Oradan da son ilməyimi çıxardıram və keçirəm ikinci sıraya. İkinci sırada yenə də ipimdən gələn ilməkləri, baxın bu ilk işarə ilməyi keçirdiyim ilk idi. Ona keçirdirəm, işarə ilməyini açıb yenidən onun üstünə keçirdirəm ki, itirməyim yenə də oranı. Aha, bu şəkildə bunu düzgün edək. Aha. Bu oldu ikinci sıramın ilk ilmeği. Yine növbə ilə bütün ilməklərdən çıxaraq sıra sonunda 2 ədəd ilmək qalana qədər düz davam edirik. Diqqət edin, ilmə atlamayın burada. Hər ilmədən bir ilmək çıxararaq sıra sonuna qədər gedirik. Bura qədər gəlin. Burada sonda son 2 ilməni yığma edəcək. İşarə ilməyinə çatmağa son 2 ilmə qalanda yığma edəcək. Ora kimi düz olaraq davam edirik. Sıranın sonuna çatdım və sondakı 2 ilməni bu ilməni gətirib bu ilmənin üzərinə qoyuram. Yenidən göstərin bu şəkildə və ipimdən gələn yeni ilməni götürürəm. İkisinin içərisindən birlikdə çıxardaraq kesmə işləmi edirəm. Keçirik 3-cü sıraya. 3-cü sırada kesmə işləmi yoxdur. Yenə də ilk ilməyimlə keçirdib, işarəni açıb, həmin ilmənin üstünə keçirdirəm ki, yenə işarə ilməyinə çatanda sıramızın bitdiyini anlayaq deyə. Bu şəkildə. İşarə ilməyinə çatana qədər eynən bu formada arxa ilməni, ön ilmənin içindən keçirərək sıra sonuna kimi davam edirik. Diqqət edin, ilmələriniz burulmuş formada olmasın. İlmələr əgər burulubsa bu formada düzəldin və sonra ilməyin içərisindən çıxardın. Sıra sonuna kimi bu şəkildə davam edək. Sıranın sonuna çatdım və yenə keçirəm 4-cü sıraya. 4-cü sırada da yığma işləmi edəcək. Yenə də işarə ilməyi olan yerə ipimdən gələn ilməni keçirdirəm. İşarəmi çıxarıb yenidən onun üstünə keçirirəm. Və yenə sonda 2 ilməyim qalana qədər düz bir şəkildə toxuyaraq davam edirəm. İşarə ilməyinə çatmağa 2 ilmək qalmış. 4-cü sıradayam. Son işarəyə çatmışıq. Son 2 ilməm qalıb. Yenə də eyni şəkildə bu ilməni götürüb işarə ilməyi tərəfdəki ilmənin üzərinə bu şəkildə qoyuram və ipimdən gələn ilməni götürüb ikisinin içərisindən çıxardıram. 4-cü sıranı bitirdim. 8 sıra daha düz toxunuş olaraq davam edirəm. Artıq yığma etmədən 8 sıra boyunca düzgün bir şəkildə toxuyuram. Yəni 4 sıramız var. 8 sıra əlavə toxuyacağım. Yəni düz bir şəkildə, heç bir kəsmə olmadan. Ümumi 8 sıram oldu. Qızlar, mən orada bayaqları 4 sıradan əlavə 8 sıra toxuyundurmuşam. Xeyr, ümumi 8 sıramız olmalıdır. Və 8 sıranı tamamladım. 9-cu sırada yığma edəcəm. Bunun üçün, əgər artıq toxumuzsa oraları sökün. Toplam 8 sıramız olmalıdır. Qeyd edim ki, mən Alize Puffy ipi ilə edirəm. Əgər Alize Puffy fayından etsəniz, siz həm ilmə sayını çox götürəcəksiniz, həm bu sıraları daha çox toxuyacaqsınız. Çünki Alize Puffy fine ipi balaca ilməkli ipdir, ona görə. İndi isə gəlin 3 dənəni tək toxuyuruq. Növbəti ilməmi alıb işarə ilməyini keçirdirəm ona, sıramın başlanğıcı olduğu üçün. Bir tək toxudum. İkincisini də tək edirəm.
üçüncüsünü də tək edirəm. 3 tək, bir yığ olacaq. 3 tək toxudum. Növbəti ikisini bu şəkildə sağdakı ilməni soldakının üzərinə qoyuram. İpimdən gələn ilməyimi hər ikisinin içərisindən bu formada çıxardıram. Yenidən 3 dənəni tək-tək toxuyuram. 1 2 3 Yenə ikisini yığma edirəm. Üst-üstə qoyuram və ipimdən gələn ilməni hər ikisinin içərisindən çıxardıram. Bu şəkildə 3 dənəni tək toxuyuram. 1 2 3 tək və bir yığ. Öncə burada son 2 ilməyim qalıb. Baxaq 12 ilməklə biz bunu bitirməliyik yığmanı. Çünki 12 ilmək manjet üçün yetərlidir. Manjet üçün həmişə cüt saxlamalısınız sayını. Gəlin sayaq. İşarə ilməyindən 1 2 3 4 5 6 7 8 9 10 11 12. Aha. Burada qızlar biz 2-2 yığmalıydıq. Gəlin belə edək. Burada 3 atladığımızı arada 2 dənə də yeni yığacağıq. Bu ikisini də yığacağıq. Çünki bizim toplam 12 ilməyə ehtiyacımız var. Ona görə burada 3 tək toxuduğumu da bu şəkildə yığıram. Sizdə də əgər belə bir şey olacaqsa, çalışın 12 ilmək qalana kimi yığın. Yəni 3 tək bir cüt yığacaqsınız. Ancaq görsəz ki 13 ilməyiniz qalır. Onda arada birini də yığa bilərsiniz ki 12 ilməyə düşürmüş olasınız. Son 2 ilməyimdir. Gəlin bir daha sayacağım bunları. Sonuncunu da yığaq. Yenə deyirəm, əgər biraz balaca ölçü edirsinizsə bunu 10 ilmək saxlayacaqsınız. Məndə 4-5 yaş olduğu üçün 12 ilmək saxlayıram. Böyüklər üçün 14 ilmək, 16 ilmək qolda. İndi gəlin sayaq. Baxın. Bitdi burası. 2, 4, 6, 8, 10, 12. Yetərlidir. İndi isə bir öndən, bir arxadan qolun manjetini hazırlayacaq bu şəkildə. İşimi arxaya alıram. Manjet hissəsi, qolun manjeti necə toxunur? Normal olaraq ilk ilməmi toxuyuram. İşarəmi keçirdirəm. Sıradakı ilməni toxumaq üçün ipimi önə doğru alıram və ilməmi arxaya doğru çıxardıram bu şəkildə. Yenə ipimi arxaya götürürəm. Sıradakı ilməmi arxadan önə doğru çıxardıram. İpimi önə götürürəm. İpimdən gələn ilməni arxaya doğru ötürürəm. Bir öndən, bir arxadan edirik qızlar bu şəkildə. Yenə də ipimi arxaya alıram. Önə doğru çıxardıram. İpimi önə alıram. Öndən arxaya doğru çıxardıram. İlmək itirməməyə diqqət edin. Bütün ilmələri istifadə etmək lazımdır. Arada ilmək atlamayın. İşimi geri dönürəm. Baxın, yenə də bu şəkildə. Bir ipimi arxaya atıram. Arxadan önə, bir də öndən arxaya. Bu şəkildə baxın, manjeti oluşturmuş oluram. Yine buradan arkaya doğru ipimi arkaya atıram. Arkadan öne doğru. Bu şekilde. Ve sonuncunu da önden arkaya doğru. Sıramız bitti. İndi neyi necə görürüksə o şekilde devam etdirəcəyik. İşarə ilməyini açıram. Bunu öndən götürmüşdük. Hələ öndən də götürürük. Baxın. İpimizdən gələn ilməni tapaq. Burada biraz darısqalçılıq olur deyə qızım. İlmələri itirməməyə diqqət edin. İpimizdən gələn ilməni yenə bu şəkildə önə doğru çıxarırıq. Baxın. Bunlar öndən gedir. Bunu da keçirdiririk üzərinə.
Sıradakı ilməni arxaya doğru götürürəm. Baxın, bu şəkildə götürdüm. Bu ilməni fikir verirsiniz. Burada arxaya doğru eləmişəm. Arxaya çıxardıram. Növbəti ilməni önə çıxardıram. İpimi önə atıram. Sıradakı ilməni arxaya doğru atıram. Çıxarıram daha doğrusu. İlmələri diqqət edin, ara-ara yoxlayın. Bir öndən, ipi önə atıram. Bir arxadan. Diqqət edin, belə arxaya olan ilmələr arxa tərəfə doğru yatır. Onlara diqqət edin mütləq şəkildə. Bu formada yenə də bir öndən işarəyə çatana qədər bu şəkildə işi döndərə-döndərə toxuyuruq. Bir arxadan. Gördüyünüz kimi arxa ilməklərim o tərəfə doğru yatıb. Onları əlimizlə düzəldirik və bu şəkildə içindən çıxardırıq. Bir arxadan. Yenə bir öndən. Diqqət edək. Görürsünüz, arxaya doğru olan ilmək içə doğru yatıb. Bu şəkildə. Yenə bir öndən. Bu şəkildə bir öndən. Bəzən əllərimi o tərəfə doğru aparıram, üzrlü sayın. Və sıradakını bir arxadan olaraq hörürəm. Eyni şəkildə bir sıra daha toxuyuruq. Yenə də öndən götürdüyümüzü öndən. Diqqət edək ipimizdən gələn ilmələrə. İpimizdən gələn, baxın, bu işarə ilməyi keçirdiyimiz öndən gəlirdi. Öndən götürürəm. Bir sıra daha bu şəkildə toxuyub işarə ilməyinə çatana kimi gəlirik. Yenə baxın, arxadan götürdüyümüzü bu şəkildə arxadan artıq o formasını verib və bilinir. Sıra sonuna kimi davam edir. Qolumun manjet sırası bitdi və mən ipimi kəsirəm. Son ilməyimi çıxardığım ipə diqqət edirik, onu kəsməmək üçün. Son ilməyimiz bu idi və ondan sonraki ilməni arasını bu şəkildə açırıq. Bu formada kəsirik. İndi isə ipimizin qurtardığı yerdən yox, işarə ilməyiniz keçirdiyim yerdən, başladığım yerdən bağlaya-bağlaya ora qədər gedirik, davam edirik. Bayaq bağladığımız kimi. Bu şəkildə. Arxadakı ilməyi öndəki ilmənin içərisindən çıxardırıq. Arxaya yatan ilmələri götürün əlinizlə, çünki bəzi ilməklər aşağıya doğru baxın yatıb. Onları əlinizlə düzləşdirin, arada itməsin. Bu şəkildə sıra sonuna kimi düzgün bir şəkildə bağlayaraq davam edirik. Sonuncu ilmeğime geldim. Yok, bir ilmem daha var. Aha, sonuncu ilmeği de bitirdim ve bu kısa ipi onun içerisinden çıkardıram. Ve buradan milçə vasitəsilə ilk ilməmin içindən bu şekilde alıp içeri doğru dartıram ipimi. Ve bu ipi içeride gizlədəcəyik. Artıq işarə ilməyini də açırıq ve kolumuz hazırdır. Bu şekilde gördüğünüz gibi bir kolu tam hazırdır. Diğer kolunu da toxuyub ondan sonra manjet hissəyə keçəcəm. Bu şekilde aşağı doğru yığılma getdi. Belə. İndi isə keçib o biri kolunu toxuyacağım və sonra gələcəm ön hissəni birlikdə manjetini. Artıq mən raketimin hər iki qolunu da hazırlamışam və bircə qalıb ön hissədə manjeti toxumaq. Bəzən xanımlar bu alt hissədən də manjeti gedirlər. Yəni buradan başlayıb tam ayləmə olaraq manjet sırası gedirlər. Amma hələ etdikdə bu hissə yaxşı görünmür. Bu hissənin daha düzgün qalmağı üçün mən aşağı ətrafa manjet etməyəcəm. Yalnız buradan
başlayıb ilmeği çıxaracağım. Qol hissədən, daha doğrusu boyun hissədən aşağıya doğru geri gələcəm və 3 top ipim artıq gedib, yəni 3 top ipimi bitirmişəm. 4-cü ipdən də yarısı çox yəqin ki, ön hissəyə də yarım top Alize Puf ipimdən istifadə edəcəm. İndi isə başlayaq ilmeği çıxarmağa. Jaketimi bu şəkildə qarşıma alıram, ipimi götürürəm və gördüyünüz kimi burada da ilk ilmeğim bağlıdır və bu ilmeği açıram. Arası mütləq şəkildə bir balaca ip olmalıdır ki, açıq qalsın ki, sonda birləşdirmək üçün. Və keçək ilməklərimizi çıxaraq. İlmək çıxarmaq üçün qızlar, baxın, jaketi bu şəkildə tutursunuz əlinizdə. Burada ilk sıramız var. Gördüyünüz kimi, baxın, bu hörüklərimiz görünür. Bunların içə doğru olan qanadlarından. Yəni, baxın, burada ilk hörüyümün, ilməmin bu qanadıdır. Bu arxa tərəfə olan qanaddır, ona batmırıq. Baxın, ipimizi götürürük. İlk ilməni alıram və buradan, bir dəqiqə qızlar, qoy bunu düzgün ayarlayayım. Hə, düz götürmüşdüm elə. Baxın, ilk ilməyimin içindən bunu çölə doğru çıxardıram. Sıradakı ilməyimi götürürəm. Baxın, hörüklərin sizə tərəf olan qanadı yox, digər tərəfə olan qanadından. Növbəti ilməmi götürürəm. İpimdən gələn növbəti ilməni götürüb bu hörüyümün arasından. Sıradakı ilməmi götürürəm. Belə də göstərim. Baxın, hörüyümün tam orta hissəsindən çıxardıram. Bu hörüyümdür. Növbəti ilməni götürürəm. Bu şəkildə onun içərisindən çıxarıram. Boyun hissəyə gələnə qədər bu şəkildə hər ilmədən hərəsindən bir ilmə çıxararaq gələk. Davam edirik. İlməklərimi bu tərəfdə çıxararaq gəldim. Bu şəkildə və indi boyun hissədən ilmək çıxaracaq. Boyun hissədə ilmək çıxaranda qızlar, bu arxa tərəfə xətt düşməsin deyə içdəki qanaddan yox, yalnız arxa tərəfin qanadlarından çıxaracaq. Yalnız arxa hissədə. Deməli, boyun hissəsində yalnız, baxın burada, aha, ilməmizi çıxardım. Bunu göstərə edəcəm ki, daha aydın şəkildə anlamış olasınız. Bu formada da göstərirəm. Gördüyünüz kimi artıq bura boyundur və boyunda içə doğru olan qanadına deyil, üstə doğru olan qanadına bu şəkildə ilmələr artırıram. Hörüyümün içə yox, üstə doğru, bayır tərəfi olan qanadından. Yoxsa boyuna xətt düşür. Ona görə boyuna xətt düşməməsi adına bu şəkildə edirik. Gördüyünüz kimi artıq mən bura qədər gəldikdən sonra ön hissədə içə doğru olan qanadlardan ilmələrimi alaraq bu şəkildə jaketimin uç hissəsinə qədər gəlirəm. Bu formada bütün ilməklərimi çıxararaq sona doğru gəldim. İndi isə keçirik manjet toxumağa. Manjeti etmək üçün nə edirik qızlar? Deməli, qollarda bu işləmi etdik. Bir öndən, bir arxadan. İpimdən gələn ilməni, ilk ilməni öndən götürürəm bu şəkildə. İpimi önə doğru alıram. Digər ilməni arxa tərəfdən götürürəm bu şəkildə. Yenidən ipimi digər tərəfə alıram. İpimdən gələn ilməni öndəki ilmənin içindən keçirdirəm. İpimi önə alıram. İpimdən gələn ilməni arxaya doğru çıxardıram. Bu şəkildə davam edirik. Bir öndən, bir arxadan. Bir öndən, bir arxadan. Sıranın sonuna qədər bu formada davam edirsiniz. Sıranın sonuna kimi bu şəkildə bir öndən, bir arxadan olaraq gəldim və indi yenidən öndən götürdüyüm ilməkdən öndən ilmək götürürəm.
Yine ipimi öne atıram və gördüyünüz kimi bu arxadandır. Bu ilməni də götürüb arxaya doğru çıxardıram ipimdən gələn yeni ilməni. Hansını necə görürüksə o şəkildə sıra sonuna kimi davam edirik. Öndən gəldiyimi öndən götürürəm, ipimi önə doğru atıram. Digərini arxaya doğru çıxardıram. Kanalıma abunə olmağı, videomu bəyənməyi unutmayın. İnşallah yeni videolar bölüşəcəm. Bu şəkildə bu sıranı da bitiririk və son bağlama işləminə gələcək. Sıra bitincə bu şəkildə davam edirsiniz. Bir öndən, bir arxadan, bir öndən, bir arxadan olaraq. Bu sıranı da bitirdim, sıramın sonuna çatdım. Bu şəkildə manjet isə belə fərqlənir. Əgər siz istəsəz manjeti 3 sıra daha, yəni bir sıra daha edib 3 sıra edə bilərsiniz. Mən uşaq üçün olduğuna görə 2 sıra yetərli olduğunu düşünürəm və artıq işimi burada bitirirəm. Bu ipim qalan yerdən son ilmeğimi çıxardım. İstifadə etdiyim ilmək yox, onun yanındakı ipimdəki ilmənin arasını açıram və kəsirəm. Bu hissə olduğu kimi qalır. İpimizi kəsdiyimiz tərəfdən yox, onunla üzbəüz digər tərəfdən artıq bağlama işləminə başlayırıq. Necə? İlk ilməni götürürəm, sonraki ilməni götürüb ilk ilməmin içindən çıxardıram. Yenə əlimdə olan ilməyi götürürəm. Daha doğrusu raketimin üzərindəki ilməni götürürəm. Əlimdə olan ilmənin içərisindən keçirdirəm. Üzrlü sayın, bəzən dilim sürüşür. Bu şəkildə sırayla ilmələri öndəki ilmənin içindən çıxardaraq bağlama işləmini edirik. Düzgün bir şəkildə ilmələri bir-birinin içərisindən hər dəfə keçirdikdən sonra bu şəkildə biraz dartın. Bu şəkildə sıramız bitənə qədər ilmələri bir-birindən keçirərək bağlama işləminə davam etdiririk. Hazırdır. Sona qədər bağlamalarımı etdim və burada qızlar, baxın, sonuncu bağlamamı etdikdən sonra bu ilməni ehmalca qaldırıram yuxarı. Baxın, son ilməni qaldırıram. Bu ipi dartıram, çıxaram buradan qısa ipi və bu qalan ilmənin içində kəsirəm. Artıq bağlamış oldum və qalan qısa iplərimi əgər istəsəniz siz milçə vasitəsilə içəri doğru yürütüb möhkəmlədə bilərsiniz, sadə toxunuşlardakı kimi. Mən ancaq bunu tikiş vasitəsilə edirəm. İpimi bir neçə yerdən yürütürəm. Məsəl üçün bu şəkildə içəri doğru alıram və hardan almışamsa həmin yerdən ipimin rənginə görə, məsəl üçün bu çəhrayı rəngi olduğu üçün çəhrayı və yaxud ağ iplə də buradan belə möhkəmlədirəm bunu tikişlə. Əgər məsəl üçün başqa rənglərdən istifadə edirsinizsə, çalışın ki, ipin rənginə uyğun iplərdən istifadə edib tikiş atasınız və onda daha səliqəli və gözəl olur. Kanalımı izlədiyiniz üçün təşəkkür edirəm. Videoma sona qədər baxdınızsa, kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın. Hələlik, sağ olun.